Bütün bu əziyyət bu oturacaq skamyanı hazırlamaq üçündür. Skamyanı necə hazırladığım sizə maraqlıdırsa, o zaman videonu sona qədər izləyin. Əvvəlki paylaşımlara baxanlar görmüşdülər ki, kiçik mini mətbəx hazırlamışdım. Buradan qalan taxtaları lazım olan ölçüdə kəsdim. Sonra taxtaları cilalayaraq daha estetik görünüş verdim. Açıq rəngli taxtaları bu dəfə yağla boyadım ki, nəmə qarşı davamlı olsun. Qara taxtaları isə sintetik boya ilə. Maraqlananlar üçün burada ölçüləri də qeyd etmişəm. Taxtaları bu şəkildə növbə ilə bir-birinə mismarla bərkitdim. Bunu yapışqanla da etmək olardı. Və son tamamlama işlərini də başa vurdum. Sonda minimalist üslubda həm davamlı olan, həm də estetik cəhətdən göz oxşayan belə bir həyət skamyası hazırladım. Bu dekorativ işıqları əslində həyət bitkiləri üçün almışam. Lakin hələ ki həyət hazır olmadığı üçün müvəqqəti olaraq bu şəkildə istifadə etdim. Qeyd edim ki, bu işıqlar günəş enerjisi ilə çalışır.